Assalamu alaikum əziz dostlar, gözəl Zakat havalarımız. Bugün gözəl bizim parkımızda oturmuşuz. Kimlə oturmuşuz? Mənim gözəl dostum, qardaşım. TikTok'ta fenomen olan Əmrah qardaşla. Qardaşımızın çox gözəl qəlbli qardaşdır. Dünən düşüb dağdan, yəni çobandır. Dağdan düşüb deyən evləri yumalanır. Yox, dağdan gəlibdir istirahətə evə. Yəni qardaşımız da halal zəhmətlə çörək yeyən insandır. Həm də şairdir, gözəl şair, atası da şair idi, özü də şairdir. Həm də gözəl səsi var. Yəni az-çox belə toylara da gedə bilir, bəzi yerlərdə də oxuyur maşallah. Çox zəhmətkeş qardaşdır. Yəni ki, bizim kəndimizdə Zaqatala rayonu Muxaq kəndindəndir. Bugün oturmuşuq parkda çay içir. Əmrah, qardaş, səndən nə qədər vaxt oturub çay içməyə inşallah planlaşdırırıq da. Bugünə qismət olur. Özü parkda necə hiss edirsən? Otursan parkda, dağdan gələn adamsan. Parkda dağdan gələn adam elədir ki, parkda Tarzan kimi. O boyda dağda aylarla oyan buyan olmuşam, hələ də gözüm arkada oyan buyanlar, yəni bəlkə çıxarmır yenə. Ayı görüydüm orada, zarafat. Ayı qabaq. Nə danışdın? 10 metr qabaq gəlir, üzümə baxar, bir şey yaxşıydı, boyuna aparar. Nə danışdın? Vallahi. Həqiqi riskov sənətdir, əziz dostlar, bax. Özə geçmir, itlər də basılır üstünə, bax sən də bir dənə itə əqili, it dünyadan. Ayı yenə yaxşılaşır, bir dənə götürüb gidir, lan. Dirən sol çəksinə pulunda verər. O canavar pisdir. Hələmi? O gəlib qırıb deyir, Allah uzaq. O canavarın iş prosesi nədir? Boğul tuldur, Qanlı soru başlayır. Aynen ki, iş yolar. Mən nə deyirəm bilirsən? Sən işləyirsən də bu sənətdə də, çobançılıq sənəti, halal sənəti də, yəni bizə Peyğəmbərimizdən qalan sənəti də. Yəni ki, halal sənəti, çoban düzəltdiyi pendirdən yeyir, çoban böyütdüyü quzunu kəsib yeyirlər, hamı da faydalanır, əziyyətli sənətdir. Amma sən ondan da yaxşı sənəti var, Vallahi lazım gəlsə oxuyursan, lazım gəlsə sintisatör açıq ifa edirsən, oğlan da bacarır. Ata, oğul sizə nəsə eləyə bilərsə bu sənətdə, vallahi eləyərsən. Yəni sənin söz demə qabiliyyəti də var, şairliği də var, söz demə qabiliyyəti. Mən elə başa düşürəm, sən nağdı çobançılığı bırak geçsin, vallahi sən ondan da rahat işi varsa. İnşallah nəzərdə var, Allah qoysa, bizə Ramazaya qabağa çəkən yoxdur. Dəstək yoxdur. Mən uşağa, mən oxudum, qurtaldım, mənə dəstək olmalı. O boyda bizim vayda qoyunuz olur, hər şey vayda, dəstək olmalılar, qabağa çəkməlidir. Elə deyil ki, nə yoxdur da, insanda başarır. Başarır olmalı ki, bu uşağı da bunu ağlayaq ki, qabağa geçsin. İndi əziyyətlə, zülümdən baxdım, uşağı marağı var, özü götürür YouTube'dan, özü şeylər. Yox, maşallah, mən gördüm. 5 ay gidibdi, Fəhad bəyimin yanına gəlir. Özü götürür, bütün notları yazıb, oxuyur, ifa edir. Oğlanın cedisin oğlanın? Oğlanın? Nərman. Bəzi olsa, Nərman gözə həqiqi sintisatör ifaçısıdır oğlu. Toylara, bir xeyir işlərə inşallah dəvət ediblərsən. Mən yəni evə gələndə də canlı açıram ki, uşaq biraz sakitdir. Yəni mənim kimi deyil, danışıq qabiliyyəti yoxdur. İnsanlar danışandır. İndi cavandır da inşallah yavaş-yavaş. İndi istəyirəm, mən canlı açmamlı məqsəd mən kazanım, milyar kazanım, orada bir qəpə kazanım. Yəni sənəti o hamıyı göstərirsən. Yəni uşağı bir çağırsın. Bugün də apardım su səsinə qoydum, adımına çağırmışlar. Müdürü ilə danışdım ki, xahiş elədim ki, mən belə zülümdən dolanandım, orada burada qaldım. Bəli. Banketdə ad günlər olanı çağırırlar. Deyirəm, mən burada olanda mənlə də əlaqə saxla, oxuyan lazım olsa gələrəm. Sağ olsun. Yəni, yaxşı qarşılar. Nömrə zadı götürdü. Görək, inşallah nəzərdə var Allah'ın. İnşallah, yaxşı olar, inşallah. Yaxşı olar, sizə də çay verib, təşəkkür edirəm, təşəkkür edirəm. Borcumuzdur. Həqiqi sən kimi gözəl qəlbli qardaşla oturub, səmimi oturub çay içmək, söhbət edək, bizdən də xoşdur. Allah sənin canını sağ eləsin. Allah sənin oğlana da can sağlığı versin ki, gözlü işi olsun ki, gələcəkdə sağda dəstək olsun. Yəni ki, əziyyətlə, zülümlə biləm çörək yeyən qardaşdan, halal çörək yeyən qardaşdan Allah sana can sağlığı versin. Sağ ol. Teşekkür ederim. Sağ ol. Sağ ol.